Xocalı faciəsi. Hər dəfə bu adı eşidəndə içimdə bir ağrı oyanır. Bilirsiniz, bu sadəcə bir hadisə deyil. Bizim xalqımızın qan yaddaşına həkk olunmuş dərin bir yaradır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, o soyuq qış gecəsi minlərlə insanın həyatını alt-üst etdi. Orada baş verənləri təsəvvür etmək belə çətindir. Mülki insanlar, uşaqlar, qadınlar sadəcə sağ qalmaq üçün qarlı meşələrdə qaçırdılar. 613 nəfər öldürüldü. 63-ü uşaq idi. 106-sı qadın. Bu rəqəmlər hər şey deyir. Biz bunu unutmamalıyıq. Unutturmamalıyıq. Kəndi hər gün güllə barına tuturdular. Fevralın 25-də, gecə saat 3-də isə xəbər gəldi ki, Xocalı hava limanını ermənilər ələ keçirib. Tək çarəmiz qaçmaq idi. Bizi oradan ancaq Ağdama aparan meşə xilas edə bilərdi. Qarqar çayına atılıb, bütün gecəni meşə boyu qaçdıq. Meşədə o qədər sakitlik idi ki, uzaqdan güllə səslərini aydınca eşidirdik. Adamlar o qədər sıx idi ki, uşaqlar 2 addım geri qalanda ya qabağa gedəndə itir, azırdılar. Elə oldu ki, qardaşım biraz qabağa getdi. Qorxumuzdan çağıra bilmədik. Həmin gecəni atamdan da, qardaşımdan da ayrı düşdük. Səhərə yaxın Ağdama keçməli idik. Amma ermənilərə xəbər çatmışdı ki, rayon əhalisinin qalan hissəsi meşə ilə qaçır. Hava işıqlanan kimi meşəyə hücum elədilər. Anamla mən yanaşı sürünürdük. Mən o qədər sürünmüşdüm ki, dizlərimdən qan axırdı. Daha sürünə bilmirdim. Anam dedi ki, Sevinç, geri qalmamalıyıq, yoxsa öləcəyik. Atam bizi meyitlər arasında görüb tanıdı. Amma yanımıza gəlməyə qoymadılar. Bilmirdilər ki, biz ölməmişik. Sadəcə özümüzü güllələrdən qoruyuruq. Yanımızda can verənlər vardı. Mənim üst başım qana bulaşmışdı. Elə bilmişdilər yaralıyam. Amma mən sağ idim. Qismət. Yəqin ki, yaşamaq qismətimdə varmış. Ağdamda atamı tapdıq. O bizim ikimizin də öldüyünü düşündüyü vaxtda bizi sağ görmüşdü. Gözlərinə inanmırdı. Gəldi bizi qucaqladı. Anam o dəqiqə dedi ki, Vaqif, bəs Oqtay yoxdur axı. Oqtayı insanların qızındığı tonqalların birinin yanında tapmışdı atam. Ocaq başında oturub əllərini isidirdi. Atam onu tapan kimi demişdi. Oqtay, anan da, bacın da sağdır. Gəliblər, buradadılar. Xocalının milli qəhrəmanı var. Əlif Hacıyev. Biz göydə Allah, yerdə Əlif Hacıyevin sayəsində sağ çıxdıq o gecədən. Gözümün qabağında şəhid oldu Əlif Hacıyev. Allah ona min rəhmət eləsin. Çəmən yaxşıdır, insan üçün lalə zar vətən yaxşıdır.
Şair sorma vətən nədə yaxşıdır. Xocalı qurbanlarının intiqamını döyüş meydanında alır. Dastana döndü, dastana döndü. Şair sorma nədə vətən yaxşıdır. Adı gəlcək ölüm, dastana döndü, dastana döndü. Şair sorma nədə vətən yaxşıdır. Adı gəlcək ölüm, dastana döndü. Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər tərəfindən tək Azərbaycanın torpaqlarına göz tikmək, onu qəsb etmək yox, bizim xalqa qarşı soyqırımı kimi vəhşi bir yola düşmək artıq mövcuddur. Və bu Xocalı hadisələrində özünü açıq-aşkar biruzə verdi. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyə qədər bizi sızıldadır. O yara sağalmayıb, yara bağlanmayıb, o yara həmişə bizim qəlbimizdə olacaqdır. 44 gün davam edən 2-ci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq. Və bugün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyllər görünməkdədir. Və bugün Azərbaycan bölgədə öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli praktiki addımlar atır. Allah bütün Xocalı qurbanlarına və şəhidlərimizə rəhmət eləsin.